Salam dostlar. İndi bugün test eləmək qərarına gəldik. 2 manat dönər yeyəcəyik və şəhərin müxtəlif yerlərində bahalı və ucuz dönərləri alıb test eləyəcəyik. Həm də Bugün full dönər yeyəcəyik. göstərəcəyik sizə ki, Xəstəxanada- fərqləri nələrdir. Görək fərqləri onun içindəki məhsullardır, yoxsa sadəcə məkanın, servisin qiymətinə görə fərqlidir. 2 manat oldu da. Buyurun. Sağ olun. Daxilini göstərək. İçini göstərək. Görək nə var içində. Wow. Yaxşıdır. Nam. Yaxşıdır. 10 üzərindən neçə verirsən? 10-10. Həqiqətən. Hə. Necədir? Çox dadlıdır. Uşaq vaxtı atamın bizə rayonda alıb gətirdiyi dönərə oxşuyur. Nostalji yaşadın da biraz. Möhtəşəm. Efendim. 10 üzərindən 8. Birinci dönərimizi test elədik. İndi gedirik elmlərə, restoranların birinə. Orada yeməyə. Hə. Nəfəs-nəfəsə qaldı, qaçdı, gəldi arxamca. Hə, görək. Bunu bəyəndim mən şəxsən. 2 manatlıq dönər idi. Dadı çox super idi. Buradan çıxırıq. Gedib burada qəşəng bir bahalı dönər yeyəcəyik. Mən şu yeməkdən kökəlmişəm, deyəsən uşaqlar mən. Yox, kökəlməmişsin. Hə. Elmlərə gəlmişik. Dönərxanaların mərkəzinə. Həqiqi burada dönərxananın mərkəzidir. Dönərxana çoxdur da. Tələbələr çox da burada. Tələbələr çox olan yerdə dönərxanalar da çox olur. Mənim çox xoşum gəlmir amma buradan. Hə? Hə. Qoçaq restoranına gedəcəyik. Orada dönər bahalıdır. Görək menyularında nə dönərlər var. Qoçaq restoranında. Bu bizim sinkalarımız. Bu da həyatımın mənası. 4.80-dir bu. Yəni o birisindən 2 qatdan çox bahadır. O birisi 2 manat idi, bu 4.80. Yəni, bir dənə onu götürəcəyik. Bir dənə də Bir dənə də ayran götürəcəyik ki, boğazımızda qalmasın. hayda, çox utanc verici bir an yaşadı. Deyir 2 nəfərə bir dənə dönər, bir dənə ayran. Soruşur, Sivətin gözünün içinə baxaraq. Əminsiniz bir dənə dönər, toyuq dönəri bir dənə. Sən nə qızın yanında bir dənə dönər alır. Özü bir dənə də ayran. Mən də laf yetim kimi deyirəm ki, olar 2 dənə başqa. Nəysə, Amma atlatdıq olsun. bunu, atlatdıq. Evet. Bu mərhələni keçdik. Dönərimiz gəlsin, görək nə tərə bir şey gəlir. Burada acam, heç nə yeməmişəm. İndi bəlkə də acılıqdan o dönər mənə dünyanın ən gözəl dönəri kimi gəlir. 20 dəqiqə əvvəl yedin, nə dönər? Bir dişək dönər yedim. Yedin də hər Ya, nəsə. bir dişək dönərlə kim doyur? Çayına girəcəksən, çay verir misin? Çay istəyirsən. Olar. Hə, sən. Bir stəkan. Olar. Çünki mən xəstəyəm. İndi bilmədim, onu şey mi dedi? İkram olaraq mı dedi? İkram olaraq demədi, yox. Yoxsa pulunu alacaq mı? Bunların hepsi videonun orta yerində. Məncə ikram dedi. Yox, hesab gələndə biləcək, yox. Məncə ikram dedi. Biz tanıyıq, videoda dedik. Hesab gələndə biləcək. Görək də, nə olur. Dönərimiz gəldi. Dönərimiz gəldi, gəlin də onun daxilini göstərək. Bu oldu da amma. İndi gəlin, adamın almışdı Allah var da. Burası ətli tərəf mənim. Bu tərəfi göstərək bir dənə. Burada çox, yox, burada da var. Ət çoxdur. Yəni fərq belə gördüyünüz kimidir. İndi də əsas dadına baxaq, görək. Çörəklərin ölçüsü eynidir, amma içindəkilər biraz boldur. Ayranımız. Dadına baxaq. Kürtkan da soyunma ha. Necədir dadı səncə? Dad eyni. Eynidir. 2 manatlıq dönərin eynidir. O Bəli. boyda hələ şeylə, məhsul. Əti biraz çoxdur. Yəni belə dad ümumi eynidir. Bu qəşəngdir. İndi fərq nədir məsələn? Mayonezli bunun keyfiyyətlidir. Mayonez keyfiyyətlidir. Sonra Bir də ət boldur da. nə ət boldur. Ət boldur və mayonez keyfiyyətli. 10 üzərindən 9. Bir də bunu çöldə yemirik, belə bir məkanda oturub yeyirik. Çəkmişəm bayaq. Yəni bir fərq də budur da. Yəni. Bir fərq də budur elə. O da ha. Və bunu Qiymətinə dəyər. Mən əvvəllər dönər alıb istəyəndə yanında acı biber verirlərdi də. İndi verilmir. verməsə eləmişdim. Mən qarnım ağrıyır. Dönər və ayran 7 manat 88 qəpik elədi. 88 niyə? Bu mənə çatmaz.
Bu arada Ey. bizə çay falan gəlmədi. Yox, gəl dedi gözləyin çayınızı da göndərirəm. Hə, çay. Deməli ikram etmişlər. Hə, çay ikram edirlər bizə. Mən qazandım. Çay içmədik. Deməli sağ ol, Afsənt bizi aldatdı. Dedi dönərdən əvvəl çay gətiririk, gətirmədi. Sonra dedi dönərdən sonra çay gətiririk, o da gətirmədi. Burada çıxdıq, indi gedirik növbəti dönər testinə. Hə, City Park Mola gedirik indi. Taksi çağırırıq çünki buradan ora başqa cür getmək mümkün deyil. Gəldik City Park Mola. Burada Berlin dönər onu yeyəcəyik. Görək onun o birislərdən fərqi nədir? Amma mən artıq toxam. Sən bir dənə dişləyərsən, qalanını mən həll eləyəcəm. 3-cü mərtəbələri burada restoranlar. Çatdıq Berlin dönər. Burada Berlin dönər. Kinder dönər. Bax, Berlin dönər. Ana. Ər toyuq. Aha. Bir dənə ətin yer, toyuğun yer. Toyuq olsun. Salam bir daha. Sifariş eləmişik, gözləyirik. Bunu mən Gözləyirik. çıxardıb belə tutacağım. Niyə? Nə bilim, saçım dəyərdi. Bu arada bəzi insanlar mənim koftamı, yubqamı bəyənməmişdi, amma görürsünüz nə qəşəng kombinləmiş. Kim bəyənməmişdi? Yorumlara yazmışdılar ki, bu nədir, bunu heç mən geyinmərəm. Qoy, hazır. Hazırdır sifarişimiz, gedək Qisməti yola salırıq, gözləyirik. Bunu da götürməlisən də həyatım. Aparat yadımdan çıxıb. Evet. Buyurun. Sağ Bu ol. mikrofondan elə zəhləm gedir ki. Belə dönərimiz hazırdır. Bir söz deyim, çox fərqli dönərdir. Bu dönər ayrılıqda 6 manat 20 qəpik idi. Bəli. Amma biz menü şəklində bunu neçə aldıq? 9 manat nə qədərə? Amma biz sırf dönərdən danışacağıq. 9.90-a. Hə, ümumi hər şey var da. Free, dönər, kola və bu da sos. Bir dənə sos var. Hə, 2 dənə sos. Bunlar nədir? Qırmızı kələmdir, bu yoxsa nə? Hə, qırmızı kələm. Şorabadır görün. Çorabadır. Yaxşı, bax gör. Baxdadadır. Birinci mən baxın. Bu tərəfdən bax, hər şey. Daxilində olan hər şeyi dada biləsən deyil. Var. Dadı yaxşıdır. Necədir? Nə? Qətiyyən mənlik deyil. Çox ağır dönərdir. Mən ada. İndi başa düşəsən. Mən 10 üzərindən 5 verdim. Ən bəyənmədiyim oldu. Dadı da yaxşıdır. Qismət bəyənib. Mən 10 verirəm. 10. Şu arasında ən çox bəyəndiyin hansıdır? Şu arasında ən çox bəyəndiyim bu. Budur. Hə. Aparaq, ata işçilərə əziyyət verməyək. Özümüzü zəhərlədik. Biraz yeriyəcəyik çünki Hə, çox yemişik. Yəni heç kimə dönər yeməyi məsləhət görmürəm. İstər bahalı olsun, istər ucuz. Olar ayda, 2 ayda, 3 ayda bir dəfə yeyə bilərsiniz, amma çalışın dönərdən, fast food bu kimi qidalardan uzaq olun, sağlam qidalanın çünki insan özünü narahat hiss edir. Yəni mən hal-hazırda narahatam. Sağlam Yox, narahat deyiləm. Sağlam qidalananda olduğum qədər rahat deyiləm. Yox, narahat deyiləm. Yəni ya şimdi maşın özümü rahat hiss eləmirəm də, yəni sağlam gündəlik sağlam qidalananda rahat hiss elədiyim qədər özümü rahat hiss eləmirəm. Ona görə həmişə çalışın, sağlam qidalanın, pis vərdişlərdən, pis qidalardan uzaq olun. Səhv burada öz üçün lekçə keçirsiniz, mən burada öz. Məsləhətlərə qulaq asın. Aparıram İsməti mənim şəklimi çəksin. Ağşəhəri gəzirik biraz. Sonra gedib canım, eşqim, gözümün işığı, nəfəs alma səbəbim nəşi götürməliyəm. Hə, növbəti videolarda görüşərik. Videonu like eləməyi və Tez kanalımıza zamanda bu abunə mikrofonu da həll olmağı unutmayın. Mikrofonumuz lap əladır.